Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi. Yasəmən Otelinin açılışı 2023-cü ildə Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyevanın iştirakı ilə olub. Orijinal görkəminə uyğun üslubda bərpa edilən Yasəmən Otelinin eksteryer və interyeri Şuşanın orta əsr üslubuna uyğun layihələndirilib. 19-cu əsrin ortalarında Qarabağ Memarlıq Məktəbi tərzində inşa edilmiş yaşayış binası işğal zamanı dağıdılmışdı. Heydər Əliyev fondu həmin binalarda layihələndirmə işləri aparıb və 2023-cü ildən bərpa işlərindən sonra binada fəaliyyət göstərən otelin 2 korpusu artıq qonaqları qəbul edir. Hazırda isə Yasəmən Otelinin yeni korpusları kimi daha 4 binada Heydər Əliyev fondu tərəfindən bərpa və tikinti işləri görülüb. Bərpa layihəsində qədim Şuşa evlərinin memarlıq xüsusiyyətləri əsas götürülərək yeni konsepsiya əsasında planlaşdırılma aparılıb. Butik konseptli yeni korpuslarda həmçinin aynəbənd və terras zonalar yaradılıb. Bərpadan əvvəlki arxiv fotoşəkillərə əsasən qapı və pəncərələr orijinal memarlıq üslubuna uyğun olaraq yenidən hazırlanıb. Həyətyanı sahədə yaşıllaşdırma və abadlaşdırma işləri aparılıb.